Bizim məktəbimiz bərbad vəziyyətdədir, su dağılıb, təhlükəli vəziyyətdir. Kanal 21-ə müraciət edən sakinlər Sabirabad rayonu Azad kənd tam orta məktəbinin vəziyyəti ilə bağlı ciddi narazılıqlarını bildiriblər. Vətəndaşların bildirdiyinə görə məktəb binası qəzalı və bərbad vəziyyətdədir. Qapı və pəncərələr tamamilə yoxdur. Bundan başqa, məktəbin qarşısından keçən yolda sürət həddini göstərən heç bir yol nişanı yoxdur. Bu səbəbdən avtomobillər yüksək sürətlə hərəkət edir və nəticədə şagirdlərin həyatı üçün ciddi təhlükə yaradır. Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə biganə qalmamağı, məktəbin təmir olunmasının və yol təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsini xahiş edirlər. Mən Cəfərov Hacığa Hacıbaloğlu Sabirabad rayonunun Azad kəndindənəm. Bir ağsaqqalam, bir ağsaqqal kimi cənab prezidentimizə və rayonumuzun başçısı Sıracəddin müəllimə müraciət edirəm ki, yəni bu bir il ərzində bizim kəndimizdə 3 dənə ölüm hadisəsi olub. Heç 15 gün bundan qabaq da ağır burada yenə yol qəzası oldu. Yaxşı, Allaha çox şükür olsun ki, heç bir ölüm itim olmadı. Məktəbin ərazisidir, uşaqlar hamısı məktəbdən çıxır. Izınaq da heç burada belə qalanda düzgün qoyulmayıb, izgan düzgün qoyulmayıb. Qaldı ki, mən müraciət edirəm cənab prezidentimə, təkrar olmasın və rayonun icra başçısına ki, xahiş edirik, bura bir radar qoyulsun, məktəbimiz təmir olunsun. Yəni, bu günləri Allah cənab prezidentə can sağlığı versin. Bütün yerlərdə, bütün məktəblər remont olunub, təmir olunub, rus söz işlətdiyimə görə üzr istəyirəm. Hər yerdə təmir olunub, bir bizim kəndimiz qalıb Sabirabad rayonunda. Xahiş edirəm ki, məktəb təmir olunsun. Baxırsan yola ki, hər tərəfdə belə deyək ki, zolaqlar qoyulub, amma bizim kənddə nə zolaq var, nə uşaqları, yəni belə deyək ki, təhlükəsizliyi heç vaxt burada qorunmur. Ona bax, bir də görürsən ki, buradan gəlir 120 ilə maşınlar keçir. Dəfələrlə burada, təkrar olmasın, 3 nəfər kəndimizdə adam ölüb. Yəni Allah rəhmət eləsin. Yəni bu qəzanın qarşısını alınmaqdan ötürü yenə bir cənab prezidentimizə müraciət edərəm ki, xahiş edirəm ki, bura bir köməklik göstərsinlər, bura bir radar qoyulsun. Yəni insanlar müasir həyatdır. Allah bir güdə ömür verin, bunu insan kimi yaşamaq istəyirik. Biz də bir Azərbaycan vətəndaşı kimi. O da sizdən xahiş edirəm ki, bura zolaqlar çəkilsin, bura bir radarlar qoyulsun ki, insanlar burada Allah verən o güdə ömrü normal yaşayıb, normal həyatdan da köçsünlər. O da qəza Allah heç kimə göstərməsin. Qəza, hər bir insan bilir ki, bu qəzalar çox pis haldır. Durduğun yerdə, yaşadığın yerdə sağlam bir insan bir də görürsən ki, bir dəqiqədən sonra həyatını bitirir. O da xahişim budur ki, bura bir radar qoyulsun, məktəbimiz təmir olunsun, necə digər məktəblər təmir olunan. Allaha şükür ki, müharibəmizi qutarıb. İnsanlar Allaha çox şükür ki, azad yaşayırlar. Qabaqlar hər birimizin dərdi var idi ki, Qarabağ dərdi var. O Qarabağda Allah prezidentimizə, qazilərimizə, şəhidlərimizə rəhmət eləsin ki, bu günləri indi azad yaşayırıq. Nə var burada ki, bir dənə gətirib bura radar qoymaq, belə deyək ki, zolaqlar çəkilsin. Balalarımız da biz bilək ki, balalarımız heç vaxt belə bir qəzaya düşməyəcəklər. Mən Sabirabad rayonu Azad kənd sakini Əliyev Azər Usulluzoğlu. Neçə vaxtlardır bizim bu yolumuz, sağ olsunlar, yolumuz düzəlib, ancaq bu yollarda həqiqətən çox təhlükələr olur. Son vaxt neçə dəfələrlə burada avariyalar olub, ölümlə nəticələnən hadisələrimiz də olub. Bura radar qoyulmasını icra başçısını sizdən xahiş edirik. Bura məsləhətli orqanlar gəlsin, bura baxsınlar. Məktəbimiz də bərbad vəziyyətdədir. Uşaqlarımız yol qırağında məktəbə getdiyi vaxtda sürət həddi həddən artıq çoxdur. Kimə deyirsin, heç kim baxmır, maraqlanmır bizim bu kəndlə. Uşaqlarımızın həyat təhlükəsizliyi, nəvələrimizdir, uşaqlarımızdır, gələcən əskərlərdir, qızlardır. Hamısı lazımdır ki, bu gəlib burada maraqlansınlar. Heç kim bu kəndin yoluna maraqlanmır. Sizdən xahiş edirik, gəlib bizim bu yolumuza radar qoysunlar. Mən Sabirabad rayonu Azad kənd sakini Vadov Seymur Yazıfoğlu. Bizim xahişimiz ondan ibarətdir ki, icra başçımızdan bizim məktəbimiz bərbad vəziyyətdədir, su dağılıb. Yollarımız gündəlik sürət müvəqqəti yoxdur. Yollarımızda məsələn radar yoxdur. Uşaqlarımız məktəbə gedib gəlir, qorxu hürkü ilə özümüz aparıb gətiririk. Çox təhlükəlidir. Xahiş edirik bu barədə bir tədbir görülsün. Və bu yol çəkiləndən elə bu gündədir.
Nə qədər avariyalar oldu? Çox elə hər 3-də, 5-də elə birini vururlar, əzirlər, birini öldürürlər. Dəfələrlə olub qabaqda elə bir uşağı öldürdü. 10 yaşında uşaq maşının altında qaldı, öldülər. Yəni çox sürətli yoldur. Bu kənd arası yol kimi eləyiblər. Kənd arası deyil. Bu neçə rayonun birləşdirən yoldur. Məsələn, Astara, İran maşınları hamısı buradan gəlib gedir. Çox sürətli gedib gəlirlər. Xahiş edirəm, bu haqqında bir tədbir görsünlər. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə adiyyəti qurumlara və Allaha qalır.